Salamlayıram. Çox sağ olun ki, bu istidə, bu havada vaxtınızı ayırmışsınız. İşinizdən, evinizi, eşinizi qoyursunuz. Bugün bizim, necə deyirlər, layihəmizin təqdimatında iştirak edirsiniz. Çox təşəkkür edirəm. Bizim bir layihəmiz Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilir. Təşəkkürümüzü bildiririk ki, ana və uşaq sağlamlığı kimi vacib bir məsələyə öz diqqətlərini ayırıblar və bu layihənin ərsəyə gəlməsinə yardımcı olublar. Bir daha sizə təşəkkürümü bildirirəm. Mən özümü təqdim edeyim. Ana və Qadın Hüquqları Himayə Mərkəzinin rəhbəri Həqiqət Məmmədli. Ana və uşaq sağlamlığı nədir? Ananın sağlamlığı ailənin sağlamlığıdır. Ana nə qədər sağlam olsa, o ailədə xoşbəxtlik var, o ailədə qayğısızlıq var. O evin o başçısı olan da çox özünü rahat hiss edir ki, onun həyat yoldaşı sağlamdır. Amma ana xəstə olanda onun dünyaya gətirdiyi övlad da xəstə olur. Bütün ahəngi pozulur, təbii ki, ana xəstə olanda. Amma birdən uşaqlardan biri Allah eləməmiş xəstə olanda ana bütün canını, qanını qoyur ki, övladı yaxşı olsun. Amma övladın sağlamlığı cəmiyyətimizin gələcəyidir, cəmiyyətimizin sağlamlığıdır, gələcəyimizin sağlamlığıdır. Uşağın sağlamlığı ana bətnindən başlayır. Təbii ki, bu birinci növbədə qidalanmadan, həkim müayinəsindən və eyni zamanda ailədə stresin olmamasından, ailədə bir qayğısızlıq olmasından keçir. Əgər vaxtı-vaxtında ana müayinə olunsa, təbii ki, uşağın da gələcəyinə bu özünün müsbət təsirini göstərəcək. Amma ana əgər tibbi müayinədən keçməzsə, müəyyən onun sağlamlığı üçün profilaktik tədbirlər görülməsə, onda uşağın xəstəliyi ilə bağlı artıq bu ciddi bir məsələlərə yol açır. Əgər ana vaxtında müayinə olunsa, uşaq da sağlam olar və uşağın sağlamlığı dünyaya gəlişindən sonra təbii ki, onun peyvəndləri birinci növbədə, bir də müayinəsi birinci növbədə lazımdır. Uşağın psixoloji vəziyyəti onun fiziki vəziyyəti qədər, fiziki sağlamlığı qədər çox vacibdir. Ana südü ilə qidalanmağı əsas şərtlərdən biridir. Əgər uşaq ana südü ilə qidalanarsa, bu onun zehni, fiziki sağlamlığına, eyni zamanda gələcəkdə uşağın psixoloji sağlamlığına da müsbət təsirini göstərir. Və həkimlər, statistikaya görə həkimlər ən birinci 6 ay müddətində uşağın ana südü ilə qidalanmasını məsləhət görürlər, tövsiyə edirlər. Həm də ana südü uşaqların ana ilə uşaq arasında bir emosional bağ yaradır. İndi xanımlar bunu məndən daha yaxşı bilirlər. Burada indi hal-hazırda körpəsi olan bilmirəm var, yoxsa yoxdur. Əgər körpəsi olmasa da indi kiminsə evində nəvəsi var, balaca nəvəsi var. Hər halda yəni gözünüzün qabağındadır. Uşaqların birinci növbədə əsas məsələlərdən biri də müəyyən dərəcədə telefondan uzaq olmasıdır. Uşağın, yəni, bilirsiniz, təhlükəsiz bir şəraitdə böyüməsi ən vacib şərtlərdən biridir. Təhlükəsiz vəziyyət nədir? Evdə elektrik xətləri, iti, bıçaq falan, bunlar öz yerində, amma ən böyük səbəblərdən biri də telefonlardır. Biz dünənləri Sabirabadda tədbir keçirəndə Həsən müəllim orada qeyd elədi ki, siz tanıyırsınız deyə deyirəm, bir vəzifəsini demirəm, siz tanıyırsınız. Həsən müəllim dedi ki, ilin əvvəlindən indiyə qədər 41 adam intihar edib və onun əksəriyyəti yeniyetmələrdir. Və görürsünüz, mən üçün də belə çox, hər halda başçının müavini deyirsə, bilirsiniz, bu artıq, yox, dedi rayonumuzda, dedi Sabirabadda, bir mən hətta onu soruşdum. Dedim, siz müəllim də soruşdu, Respublika üzrə, dedi, yox, təkcə bizim rayonda. Bu artıq ciddi məsələdir, bu artıq həyəcan siqnalıdır ki, uşaqlar nədən yeniyetmə uşaq, tutaq ki, 12 yaşında, 13 yaşında uşaq özünü, yəni başa düşürük, bir eləsi var ki, 18-20 yaşında, 21 yaşında, nə bilim, qız istəyir, nə bilim, qız ona razılıq vermir, belə şeylər o keçmiş zamanlar bizim dövrlərimizdə də olub. Amma indiki vaxtda 12-13 yaşında uşaqların artıq bu yola əl atması, artıq telefondan gələn siqnallardır.
mən sizi inandırıram ki, belə uşaqların onun yuxusuna da təsir edir, onların davranışına da, gələcəyinin formalaşmasına təsir eləməklə bərabər, həm də onların intiharına yol açır. Bu artıq ciddi məsələdir. Mən bu yaxınlarda demək 2-3 gün bundan əvvəl, çox yox, bir uşaq intihar eləmişdi 12-13 yaşında. Baxmışlar onun telefonuna, polisdə dərşdə gəlmişdilər. Deməli, uşağın baxmışlar ki, orada şeytanlar, zatlar, gözündən yaş tökülür, nə inir. Yəni, belə şeyləri görən uşaq hesab edir ki, onu kimsə təşviq, məcbur edir ki, təzyiq edir ona ki, getkinən intihar edir. Yəni, bu cür ciddi məsələlər var. Yəni, mümkün qədər uşaqlarımızı telefondan uzaq saxlayın. Uşağın mümkün qədər, bizə çox vaxt analar deyirlər ki, telefonu verirlər uşağa, başı qarışsın, mən yedim işlərimi görüm. Amma ən böyük bombanı uşağa vermiş olurlar. Çünki uşaq ondan ən yaxşı olar ki, uşaq ondan istifadə edincə, geçsin həyətdə belə svet sürsün, açıq havada təmasda olmağı daha yaxşıdır. Nəinki bunun belə telefondan yaxud başqa bir şeylə istifadə etməsi. Sonra bayaq dediyim kimi təhlükəsiz vəziyyət. Mütləq, yəni onun uşaqlar adətən nəyi qadağan edirlər, ona meyilli olurlar. Spiçkadır, nə bilim, yanğın törətsin, neynəsin, nə qədər qadağan edəndə deyir, görəsən orada nə var, uşaq ona meyilli olur. Mümkün qədər onlara izah eləmək, onlara üstünə, yəni qışqırmaq yox, ən yaxşı halda onları dinləmək lazımdır. Uşaqlara nə qədər dinləyəndə, uşaqların fikirlərinə önəm verəndə uşaq daha yaxşı formalaşır. Yəni bunu mən yox, bunu həkimlərin dediklərini mən sizə çatdırmaq istəyirəm. Sonra yenə davam edərik, amma mən ona gətirmək istəyirəm bizim xanımların məlumatlandırılma məsələsi. Yəni, çox istərdim ki, xanımlar həmişə məlumatlı olsunlar. Çünki xanımlar nə qədər savadlı olsalar, öz övladlarını onu keçirirlər. Əslin əvvəlində milyonçulardan biri deyib, qızlar məktəb açanda, deyib, əsas qızları deyir, oxutmaq lazımdır. Çünki qız oxuyanda ailə artıq savadlanır. Kişi oxuyanda özü savadlanır, amma qadın oxuyanda onun ailəsi savadlı olur. Çünki özündəkini övladına ötürür, ana ötürücüdür. Ona görə yaxşı olar ki, həmişə, indi telefonun müsbət cəhətlərindən biz istifadə edək. Yəni, telefon var əlimizin altında, istədiyimiz hansısa bir sahəni, qanunvericilikdən tutmuş, yemək pişirməkdən tutmuş, hər şey haqqında telefondan məlumat alırıq. Yəni, məlumatlandırılma, özünüzün maariflənmənizə çox fikir vermək. Sonra xanımlardan biri dedi ki, mən işləyirəm kitabxanada. Kim bilir kitabxanada işləyəm? Hə, kitabxanada işləyirsiniz və kitabxanaya gəlirlər. Mənim o vaxtı, mən bayaq dedim, mənim daim yaşayıblar Saatlıda, Adıgün kolxozunda. Orada mənim babam yaşayır, mən oraya gəlirdim. Mənim yadımdadır ki, qızların hamısının əlində kitab var idi. Və kitab var idi. Və o vaxtı Əlibala Hacızadə var, rəhmətli yazışı. Onunla mən bir otaqda bir müddət Allah şans gətirdi ki, işlədim. O deyirdi ki, mənə bir gün zəng elədilər. Dedilər ki, sənin kitabını 100.000 tirajla. Sonra bir həftə sonra təzədən dedilər ki, 100.000 tirajlanması haqqında göstəriş verilir. Dedilər, mən də maraqlandım, nə məsələdir? Demək, o vaxtı mərhum prezident Heydər Əliyev gedib pamıqçı qızlarla görüşər. Orada deyib qızlara ki, siz nə istəyirsiniz? Fikirləşib, biri deyəcək, mən mebel istəyirəm, biri deyəcək ki, nə bilim, mən maşın istəyirəm, birinə. Deyib, bizim kənddə kitab var, gətiriblər, deyir, kitab itkin gəlin. Mən deyir, növbəyə yazmışıq, siz bilirsiniz, əsla aylığın sonu yoxmuş. Deyir, o vaxt birinci itkin gəlin idi, deyir, itkin gəlin gətiriblər, mən deyir, növbədə onu bölürük, hər gün oxuyurlar. Mən növbədə 27-ciyə, neçənciyə. Ona görə xahiş edirik, o kitabdan bir çox çap olunsun və bizim kəndə də gəlsin. Yəni, sizin xanımlar, hətta, bizim xanımlar həmişə oxuyublar. Nəinki övladlarına, baxın, istənilən ana istəyər ki, öz uşağı oxusun. Müəllim yanına gedəcək, bax, çöldə kartuşka əkəcək, nə bilim, soğan əkəcək, nə edəcək? Səhv eləmirəmsə, Gülsüyev müəllim deyirdi. Əlibala Həzzadənin ona kitab çap eləməsi üçün maliyyə də bıraxmışdı. Siz saatının, bax, o da saatlıdan da gələcələrdən. O səhv eləmirəmsə, o maliyyə bıraxmışdı öz hesabından. Bıraxa bilərdi. Çap olması üçün kitabı. Ola bilər. Yəni, demək istəyirəm ki, bizim xanımlar həmişə oxuyublar. Heç vaxtı kitaba qarşı biganə olmayıblar. Amma indi cavan kadrlardır, birinin əlində kitab yoxdur, hamısının əlində telefondur. Gələcək sizi metroya tək-tək adam ola bilər ki, telefon olsun. Amma xarici ölkələrə gedəndə hamının əlində kitabdır, jurnaldır, tutaq ki, metroya girəndə, ictimai yerə gedəndə. Amma bizimkilərin əlində telefondur.
Bir şey də var ki, müəllimə, əsas bu dəqiqə tələbat telefondur. Bu dəqiqə kitabları deyirlər onlayn, elektron vasitəsilə oxuculara çatdırılır. Biz nə qədər ziyandır. Bilirsən oxuyuram. Nə qədər gözə ziyandır. Bir tərəfdən də məktəb buna şərait yaratdı. Çünki müəllimlər əksər şeyləri atırlar qruplara. Uşaqlar telefondan asılı vəziyyətdə düşüblər. Məsələn, biz işə gəlirəm, səhər 9-da işə gəlirəm də, mən axşam gedirəm. Bu uşağa qrupa atırlar. Biraz onun dərsinə məşğul olursa, yerdə qalanın özü oyuna girir. Yəni, mən onu nə telefonu alıram, dərsdən geri qalır. Telefonu verirəm. Yəni, bu karantin vaxtından sonra müəllimlərə də asanlıq olsun və hər bir şeyi qrupa atırlar. Nə olur? Qruplar yaradıblar, neçə dənə qruplar başlayır. Uşaqlar da başlayır bir-birinin nömrəsinə yazışır, nə bilim, bir-birlərini oyuna dəvət edirlər. Yəni, mümkün deyil hal-hazırda telefonu uşaqdan almaq. Biz də istəmirik məşğul olsunlar. Amma verməsən dərsdən qalır, çünki dərsi müəllim oraxdır, oradan öyrənməlidir. Versən də müəyyən qədər dərsə işləyən xanımlar üçün təbii ki, mən razılaşıram bir problemdir. Çünki telefonu verir, gedir işinə. Amma evlər xanımlar onun qarşısına ala bilərlər. Heç olmazsa, yəni indi onsuz da çox xanımlar işləmirlər, elə iş yenə də tapmaq asan valideyn deyil. aldadır uşaqlar. Çünki yarısını dərslə məşğul olur, yerdə qalanı dərs adı ilə başqa oynayırlar. Buna çatmaq mümkündür. O da bir ciddi məsələdir. Amma yenə nəzarət yenə nə qədər çətin olsa, yenə güc valideynə düşür. Valideyn, yəni məsələdə Uşaq özü oradan məni ləğv eləyib, görürəm ki, nəzarətdən çıxartdı məni. Yəni uşaqlar bizdən artıq bilirlər, artıq telefon proqramları. Mən sizlə razıyam, hardasa müəyyən dərəcədə təbiət edir. Sonra mən gətirmək istəyirəm müayinələrlə bağlı. İndi müayinələr, bilirsiniz, dövlətin də xüsusi dəstəyi var ki, yəni həkimlərə, xəstəxanalara gedənlər, indi söhbət dövlət xəstəxanalarından gedir, özəllərdən getmir. Yəni müayinə olunmağa mütləq gənc analar müayinə olunsun. Birincisi növbədə ailədə sevgi görməlidir ana. Nə qədər sevgi görsə, nə qədər sevgi ilə əhatə olunsa, onun övladı da. Yəni xoşbəxt ananın xoşbəxt övladı olacaq. Əgər onun övladı sağlamdırsa, təbii ki, ona nətədir, o xoşbəxt uşaq da bizim yenə gələcəyimizdir. Amma müayinələr yəni çox ciddi məsələlərdir. Müayinədən uşaq doğulandan, ana bətnində olandan, doğulandan sonra da mütləq müayinədən keçmək yəni əsas şərtlərdən biridir. Mən bayaqlarda misal gətirdim. Bizim bir qohum var idi. Daha qohumun bir qohumu var idi. Onun demək hamiləlik dövründə onda beçəxor deyilən bir xəstəlik, indi həkimlər varsa bilirlər. O getdi, rayonlara bir neçə rayona getdi, ona hamısına dedilər ki, hamiləlik sonlandırmalıdır və eyni zamanda yəni, ana uşaqlıq götürülməlidir. Amma o getdi, alikatlı həkim var, bilmirəm, tanıyan var yoxsa yoxdur Bakıda. Onu getdi, tapdı, Alik onu müalicə elədi, indi bir neçə uşağı var. Yəni bu həkimləri də düzgün seçmək, mənim müayinəni də və həkimləri də düzgün seçmək, yəni biraz yəni ona gətirirəm ki, qadınlar nə qədər maariflənsələr, onu da baxacaqlar ki, oxuyacaqlar. Görək ki, bu sahədə kimdir mütəxəssis? Qeyri-mütəxəssisin yanına getməyəcəklər. Mütəxəssislər də problem orada ki, heç birisi dövlət xəstəxanasında işləmir. Dövlət xəstəxanasında işləmir, amma söhbət ilkin müayinədən. Yox, məsələn, mənim övladım xəstədir, böyük oğladım. Mən onu aparıram tədrisi terapevtik klinikaya, Bakı şəhəri. Klinikada İbrahim İsayev. Onların qiymətlərindən sizin də xəbəriniz var məndə, artıq sözə ehtiyac yoxdur. Yəni, o həkimlər dövlət xəstəxanasında yoxdur. Mən o həkimi bir dəfə... Xəstəliyi nədir? Ürək problemi var. Mən o həkimin özünə də bildirdim bir dəfə. Dedim ki, qiymətləri o qədər bahadır ki, mən ikinci dəfəni təkrar bura gələ bilmirəm. Biz özəl xəstəxanalara deyə bilmərəm, amma dövlət xəstəxanalara cavabı oldu ki, əgər yaxşı həkim istəyirsən, mənim kimi professor istəyirsənsə, o xərci çəkməlisən. Artıq söz tapıb deyə bilmədim. Həqiqətən də haqlıdır. Mən razıyam, amma dövlət xəstəxanaları var, hansı ki, sığorta ilə də, yəni elə xəstəxanalar da var sığorta ilə. Mən demirəm, sizin uşağın vəziyyətindən asılı olaraq, amma hamıda elə deyil. Söhbət biz əksəriyyətin söhbətini edirik. Biz 1 nəfər, 2 nəfər, 5-10 nəfərin söhbətini eləmirik. Biz əksəriyyətin söhbət gedir. Həkimlər, xəstəxanalar, eyni zamanda peyvəndlər, bunlar əlçatandır. Bunlar yəni çətinlik yaranmır. Valla o peyvəndlər özü belə. Yox, sığorta ilə bağlı nə qədər insanlar mən tanıyıram, mənim ətrafımda ki, doğrudan da sığorta ilə müraciət edirlər. Hansısa həkimin dərindən yoxdur sonra peyvəndlər. Ana bətnində ürəyi qüsurludur. Və valideyninə dedim, ürəyi qüsurludur, istəyirsənsə uşaq hamiləliyi sonlandır. Dedi, mən fikirləşərəm belə, gördüm deyib gəlmədi. Əvvəl dedi, gələrəm, sonra gəlmədi. Sonra gedib başqa bir həkimə, həkim deyib ki, yox, boş şeydir belə. Sonra uşaq doğulub, doğulandan sonra ürəyi qüsurlu və 40 günün olmamış uşaq artıq açıq ürək əməliyyatına girdi. Və ondan sonraki vəziyyəti indi
40 gün olmayan uşağın, açıq ürək əməliyyatına girən uşağın sizcə vəziyyəti necə ola bilər? Yəni, vaxtında, yəni uşaq müalicə alsaydı və yaxud da ki, vaxtında bəlkə də o uşağın dünyaya gətirilməsi artıq valideyn üçün arzu olunan da deyildi. Yəni, bunları nəzərə almaq, yəni cəmiyyət, dünyaya sağlam uşaq gətirmədən ötürü mütləq həkim müayinəsində olmaq lazımdır və eyni zamanda doğulandan da sonra mütləq peyvəndlərdən istifadə etmək lazımdır ki, gələcəkdə uşaq hər hansı bir xəstəliyə tutulmasının qarşısını alır. Ana südü ilə bağlı bilirsiniz ki, ilk 6 ayı ana südü əmməlidirlər. Amma indi özümüzdə də olmasa ətrafda görürük də. Xəstəxanada elə bir şərait yaradırlar ki, ana uşağı görüncə ona süni yemək verirlər. Uşaq süni yeməyə alışır. Həkim də çıxanda resep yazır. Bax, bu yeməyi yedizləşir uşağa. Bunlar bunun arkasında siz bilirsiniz ki, nələr durur, nə ilə bağlıdır. Uşaq süni yeməyə başlayır, uşaq ananın südünü əmir axar. Siz onun həkiminizlə məsətləşin. Həmin həkim verir də, o reseptdə həkim yazır belə. Ana südü, mən inanmıram ki, hansısa həkim deyək ki, sən ana südü yox, Bağlıdırlar, bir-birlərinə. Ana südü onu tələb edib. Bəs mən nəyə görə deyirəm ki, ana südü əvəz olunmaz bir qidadır. Yəni, onu kimsə, yəni fərqi yoxdur. Həkimə də deyirəm, bayaqlar sözümə gətirdim ki, həkiminizi düzgün seçin. Yəni, düzgün həkim heç vaxt deməz ki, ana südü əvəzinə sən git hansısa bir süni yemək yedizdir uşağına. Yəni, buna heç vaxt deyilməz. Ona görə deyirəm ki, həkiminizi düzgün seçin və mütləq müayinə olunsun uşaq. Və ana südü də vacib bir şey. Eyni zamanda ana südü qədər də, eyni zamanda onun sağlamlığı ilə bağlı, onun fiziki, psixoloji sağlamlığına söhbət gedirsə, ana südü qədər vacib heç nə ola bilməz. Analarımız 2 uşağa süd edir. Ən azı 6 ay deyirlər, ən azı. Mümkünsə 2 yaşına qədər. O uşaqları sağlamdır. İndi süni yeməklər verir, uşaq şişir. Sonra arzulatmaq da olmaz. Mən sizlə razıyam, təbii ki, amma yenə deyirəm ki, həkiminizi düzgün seçin ki, o həkim sizə, sizin uşaqlarınıza süni yeməyin yox, ana südünü tövsiyə eləsinlər. Mən ona görə dedim ki, yəni onu tövsiyə eləsinlər. Sonra qayıdıram gigiyena məsələsinə. Uşaq doğulandan, təbii ki, müəyyən bir yaş həddinə qədər anandan asılı olur, onun gigiyena məsələləri. Mütləq bədənindən tutmuş, onun əşyalarından tutmuş, eyni zamanda ona toxunan adamlardan tutmuş gigiyenik qaydalara əməl eləsələr çox yaxşı olar ki, uşaq gələcəkdə hər hansı bir virusla yoluxmasının qarşısı alınsın. Başqa nə suallarınız var? Mən çox məmnun olaram ki, sizin suallarınıza qulaq asın. Ən az özümdə qeydlər aparacağam ki, yəni bu qeydlərlə bağlı məsələ qaldıraq ki, indi demirəm nə dərəcədə sizə söz verə bilmirəm ki, nə dərəcədə bizim qeydlərimizə fikir veriləcək, amma hər kəs özünün üzərinə düşdüyünü eləsə, tutaq ki, valideyn öz üzərinə düşdüyünü eləsə ki, mən maariflənirəm, mən uşağıma düzgün tərbiyə verirəm, mən uşağıma düzgün yol göstərirəm, istər uşağımı qoruyuram, eyni zamanda məsələn, o yenə gətirəm məsələsi, stressdən uzaq bir şəraitdə, mütləq stressdən uzaq bir şəraitdə, ailədə bir sağlam mühit olmalıdır ki, elə bir şəraitdə uşaq böyüdürəm və onun gələcəyin cəmiyyətə sağlam övlad vermək məqsədi ilə. Başqa nə sualınız varsa, Nə olursa olsun, yüksək səviyyədə, yüksək məcburiyyət də olsa, valideynin üzərinə düşür hər şey. Valideyn mübariz olmalıdır. Mən üzr istəyirəm, özümün övladımdan danışacağım. Hər şey həkimin üstünə atmaqda alınmır. Uşaqlara deyirlər ki, təzə olub, kəsərliylə, üzr istəyirəm. Uşaq ağlayıb, birinci gün, elə bir gün əməliyyat olub, axşamdır, çoxlu uşaq səsi gəlib, özünü saxlaya bilməyib, durub ki, 100% bu mənim uşağımdır. Gəlib, həkim də deyib, qəti surətdə mayalandırmayın. Biz özümüz ona maya vermişik, yemək vermişik. Bu, istər-istəməz deyib, olar bilər. Uşağı götürüb, aparıb, özü yedizdirib. Bu uşaq özü anası ilə yedir. Yəni, ona süni qida verilmədi. Yəni siz özünüz bilirsiniz də, siz özünüz nə deyirəm, mübarizə aparın. Sonra ki, hüquqi tərəfləri haqqında İlham müəllim məlumat versin. Sizin də hər hansı bir sualınız varsa, deyin. Sağ olun. Etiraz eləməsəz mən belə oturub danışacağım. Buyurun. Amma mən xanımların və bizim xanımların xüsusilə qarşısında açıq istədiyim ki,
o ibarəli sözləri o qədər işlədiblər ki, baş əyrəm, nə millət filan, adam çoxunu da səmiyyətlə deyəndə də biraz psixoloji şey olur. Amma həqiqətən də bizim xanımların qarşısında baş əyməyə dəyər və saatlarla ayaq üstə durmağı da mən belə ondan qürurlu olaram, nəinki əziyyət falan olmaz. Sadəcə də mən bura baxacam, ona görə bəzi şeylər sizə bölüşmək istəyirəm. Əvvəla təşəkkür edirəm hər birinizə. Tam ürəkdən və səmiyyətlə təşəkkür edirəm. Yaxşı ki, gəlmişsiniz. Yaxşı ki, sizi gördük və fikirlərimizi bölüşürük. Təşəkkür edirəm. Mən əziz dostum Akşinəyə, var ol Akşin, təşəkkür. Sağ olun. Çox sağ olun. Yəni, belə bir gərgin situasiyada, xüsusilə indiki dönəmdə mən bilirdim ki, saatlarda o müşavirə, Respublika müşavirəsi belə bir gərgin qrafikdə belə bizə, bizim təşkilata, Həqiqət xanımın təbii simasında həssaslıq göstərdiyinizə görə var ol, çox təşəkkür edirəm. Xüsusilə hətta bu darmazada grafiklə dəyişdik, ona görə də 2 qat təşəkkür düşür. Və bir daha doğrudan səmimiyyətlə də həm təşəkkür edirəm demək, qeyri-hökumət təşkilatlarına, dövlət dəstəyinin agentliyinə ki, belə vacib, həssas mövzunu dəyərləndirib və maliyyələşdirib. Əslinə qalsa, bu o qədər böyük mövzudur ki, saatlarla, illərlə, günlərlə danışdıqca bundan tutarmaq olmaz. Çünki bu elə məsələdir ki, mən də baxıram da, ailə və uşaq sağlamlığının qorunması o qədər çox istiqamətlidir ki, onun hər birindən bəlkə müzakirəsi üçün günlərlə vaxt lazımdır. Amma biz ümumi bu böyle kompleks məsələlərin haqqında yalnız burada belə söhbət edə bilərik və bəzi tezislər deyə bilərik. Çünki burada psixoloji problem var, burada ictimai mühit məsələsi var, burada sosial təminat məsələsi var, burada tibbi əlçatanlıq var, çox, əlsiz dərəcədə çox. Ona görə də mən bəzi bunun bizim istinad edəcəyimiz qanunvericilik deməli sənədləri haqqında danışacağam. Açığı belə çox rahat gəlmişdim, amma auditoriyam belə tələbkar görəndən sonra özümü xeyli yapışdırmışam. Çünki mən bəzi tezləri gördüm ki, yaxşı bilirik də, belə çox gəliblər, geliblər, çox görmüşük. Ona görə də çətin də olsa özümü səfərbər edib danışacağım. Sağlam təbii ki, ailə bunun qiyməti yoxdur. O qədər qiymətlidir ki. Mən təsəvvür edirəm ki, bir ailədə indi bizim xanım, adı nə oldu? Günləri xanım qeyd elədi. Yəni, mən təbii ki, narahat olmağa başladım. Bir ailədə bir övlad, balaca bir sağlıq sorunu yaşadığında nə qədər adamlar həyəcan keçirdir, nə qədər. Mən onu təsəvvür edirəm ki, ona görə də ailə sağlamlığı, uşaq sağlamlığı, elə belə məsələ deyil. Onu qiymətləndirmək üçün bir sənə deyiləm, elə o məqamla fikir verəndə, balaca bir ailədə, bir uşaqda bir problem olanda ki, ailə nəsil necə bir-birinə dəyir. İndi Həqiqət xanım deyir ki, bizim ailədə də yaxınlarda belə gözləmədiyimiz, heç gözləmədiyimiz bir şey yaşandı, məqamdır. Həqiqət xanım görür ki, sənə tanımır. Həqiqətən doğru deyil. Yəni, mən təsəvvür etməyə bilirdim ki, sadəcə fiziki cəhətdən mövzudan da belə gedirəm, düz gedirəm. Amma insan mənəvi bir varlıqdır. Onun təkcə bioloji deyil də, yəni. Ona görə də ailə və uşaq saxlamlığı məsələsi çox böyük bir problemdir, məsələdir. Qanunvericilik bazası olmazsa, o elə belədir, yəni necə gəldi, o olmur. Bu işlər qanunla tənzimləməlidir. Qanun nədir? Qanun qüvvəli aktlarla, fərmanlarla və yaxud qərarlarla tənzimlənməlidir. Azərbaycanda da xeyli qanunlar var ki, bu sayədə mən onun bəzilərini sadalayacağam. Bir-iki məqamda da tez-tez danışacağım ki, sizi mən yormayayım. Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planı bu, dövlət səviyyəsində qəbul olunmuş fəaliyyət planıdır. Və bunun qəbulu ilə bağlı 2020-ci il 27 noyabrda Azərbaycan Respublikası Prezidentinin fərmanı oldu. Yəni, bunu mən nəyə görə demək istəyirəm? Görün, ayrıca
mən sadaladığım uşaqların hüquqları ilə bağlı, ana uşaqların sağlamlığı ilə bağlı, çoxlu dövlət proqramları ilə yanaşı uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci il üçün fəaliyyət planı, yəni söhbət dövlət fəaliyyətindən gedir. Və sözsüz ki, burada da kifayət qədər maddələr var ki, onlar uşaqların, Azərbaycan uşaqlarının, bizim xanımların dünyaya gətirdiyi uşaqların, təbii ki, mən məlumatlıyam, hamısı bu cəmiyyətdə yaşayırıq, hansı çətinliklə böyütdüyü uşaqların hüquqları qorunur və bunu dövlət təbii ki, mən görüş sadaladığım nədir? Deməli, 2020-ci il 27 noyabrda Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi fəaliyyət planıdır. Və biz onları bilməliyik, oxumalıyıq və ona istinad etməliyik. İndiki halda reproduktiv sağlamlıqla bağlı məsələlər çox ciddi şəkildə müzakirə olunur. Xüsusilə bizim xanımların reproduktiv sağlamlığı gələcək ailənin, dövlətin, gələcək əskərlərinin sağlam böyüməsinə xidmət edir. Və bunun üçün kifayət qədər ciddi mərkəzlər yaradılır, perinatal sağlamlıq mərkəzləri yaradılır, ayrı-ayrı rayonlarda müəyyən stasionar xidmət sahələri açılır. Niyə? Çünki onlar qadınlarımıza, xanımlarımıza, xüsusilə də məhz onların həssas dönəmində onlara xidmət etməlidir. Və xanımlarımız da bilməlidir ki, dövlət onlar üçün nələr, hansı hüquqları verib, onlar hansı xidmətlərə əl çatan olmalıdır. Yox, biz onu bilməsi ki, necə ola bilər, amma çalışıb bunları oxumalıyıq. Yeri gəlmişkən, reproduktiv sağlamlıqla düşmüşkən, mən burada bir neçə vacib şeyləri oxuyacağam. Demək, hamımız da diqqətlə qulaq asaq, reproduktiv sağlamlıq nədir və özünün nəyi özündə ehtiva edir? Bununla bağlı nədir? Reproduktiv sağlamlıq insanın fiziki, mənəvi və sosial rifahının ayrılmaz hissəsidir. Yəni, bəzən biz deyirik ki, xəstələnəndə misal üçün yadadır. Yox, ümumiyyətlə sağlam cəmiyyətlərdə söhbət bu qanunlar bir sözlə xidmət edir. Daha sağlam olmaq. Daha sağlam. Misal üçün, mən indi yeri gəlmişkən bunu da deyim, mən çox ölkələrdə oluram, konferanslarda oluram və bəzən də orada xanımları görəndə, həqiqətən də mən heyrətamiz dərəcədə mən istəyirəm bizim xanımlarımız da o dərəcə sağlamlıq olsunlar. 2013-cü ildə Avstraliyada, Sidneydə beynəlxalq konferansda oldum. Mən Sidney küçələri gəzdikcə, mən Avstraliya xanımları görürəm. Bizim gənc, böyük, hamısı hündür, uzun, sağlam, idmançı formasında sifətləri də belə deyirsən ki, onlara xüsusi vurmağa ehtiyac yoxdur. Bizim o yaylalı gələn adamların üzü qızarır. Təqribən o səviyyədə hamısı sağlam, gümrah. Niyə? Çünki onlar bu qəbul olmuş bura sosial təminatlara əl çatan olur. Demək, əhalinin sağlamlığı haqqında, qorunması haqqında Azərbaycan Respublikasının qanunu var. Heç maraqlanmışsınız? Yox. Hamının telefonu var burada. Hamı da savadlı adamlar, əminəm. Amma niyə maraqlanmamışsınız ki? Amma səmiyyətlə deyim, bu Türk serialları var, hər gün baxırsınız. Baxırsınız. Mən əminəm ki, Azərbaycan qadınlar hamısı baxır. Bəzi adamlar baxmaya bilər, çünki bilirəm, amma mən elə şəhərdə, kənddə elə kim görürüm, serialını gedirəm o baxmağa. Nəyə gətirib çıxardım? Mən demək istədim ki, o serialları azalda. Heç olmasa bir dəfə oldu elə bilər. Arada deyək ki, hər gün, misal yarım saat mən girəcəm, misal sağlamlıqla bağlı, ana və uşaq sağlamlığına bağlı qanunlara, qərarlara baxım ki, ona istinad edir. Misal bu qanunlar çox böyük, çox belə, biraz adam oxuduqca adam maraqlanır, doğrudan burada bu da var imiş, bu da var imiş, bu da var imiş. Bu bizim elə baş qanunlardan birisi. Bununla yanaşı, demək, mühüm qanunlardan birisi, yəni mövzumuza aid uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunudur. Təbii ki, Azərbaycan dövlətinin prezidenti bunu rəsmən təsdiqləyir, yəni bu qüvvədə icra olmalıdır.
Amma uşaqlarla bağlı burada o qədər detallı, onların hüquqları ilə bağlı, o qədər detallı məsələlər var ki, siz onları oxuyub, onlardan yaxşı hər addımda deyə bilərsiniz ki, gəldiniz icra hakimiyyətinə, misal görürsünüz, Akşin bəy nəsə var, deyək ki, nə danışırlar, uşaq hüququnu filan maddəsindən, bunu Akşin bəy deyəcək, bunu çalmışarıq, bu hüquqlarını bilir. Misal üçün mən, arada görürsən, məsələ tələbələr qayıdır, hətta bu məsələ yox, evdə. Dedim, bir günü Zəhriyə nəsə dedim, dedi, ata, dedim, nə üzərəm? Dedi, sən beynəlxalq uşaq konvensiyasının filan maddəsini pozur. Dedim, nə üzərəm? Mən hələ mənim qızımdır, amma özümü yığışdırdım, mən sənətlə deyim. Məktəblidir. Hə, dedim, nə danışır, bu uşaq konvensiyası, hüquqları, yəni hüquqlarımızı bilməliyik. Mən bir daha sizin hər birinizə, bura gəldiyinizə görə təşəkkür edirəm. Əgər sizə nəsə biz verə bildiksə, təbii ki, mənəvi cəhətdən nə xoş bizə, çox xoş olar ki. Çox səmimiyyət verdiniz. Çox sağ olun. Mən də sizə bir daha təşəkkür edirəm ki, bura gəldiyinizə görə. Yaxşı olar ki, bir yerdə şəkil çəkdirək. Əgər icazə göstərsiniz.